Salam, axşamınız xeyir olsun. Cinayət işinin yeni nömrəsi efirdədir. Həmişə olduğu kimi azyaşlı və əsəbi zəifləri ekran qarşısından kənarlaşmağa çağırıram. Verilişimizin başçısının sürü müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzidir. Diaqnoz Tibb Mərkəzi Azərbaycan xalqını və bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir. Xalqımıza əmin-amanlıq və möhkəm can sağlığı arzulayaraq bildirir ki, mərkəz bayram günlərində xüsusi endirimli qiymətlərlə xidmətinizdə olacaq. Məlumat telefonu 012 904. Verilişimizin ilk hissəsinə start verirəm. Sabunçuda taksi sürücüsü maşınında öldürülüb. Ağcabəli sakini oğurluq maşınla qonaq getdiyi həmyerlisi ilə mübahisə edərək onu qətlə yetirib. Qəbələdə isə iki həmkəndlinin davası qətllə nəticələnib. İzləyək. Hadisə Biləsuvar rayonunun Hacı İbrahim qışlağında baş verir. 7-8 nəfər. Gəldə düşən kimi dedi, sən öldürürəm, qanıda bax. Bu əndən 4 dənə atdı gəldi. Silah söküblər mənim boğazına. 2 dənə güllə atdılar birində. Gördüyünü çəkdi, iki məzəngirmə çıxdı, qaçdı. Gördüm bu məni öldürməzdi. Mən oturdum aşağı. Əli silahlı şəxslərin fermerlərin ərazisinə etdiyi müəmmalı baskın. Sabunçu rayonun Maşdağlar qəsəbəsində qətl hadisəsi baş verib. Gəncə şəhər sakini olan Abbas Mehdi və məxsus Az-Samad markalı avtomobildən üzərində kəsilmiş, deşilmiş bıçaq xəsarətləri olan meyda aşkar olunub. Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin uşaqbazlıq və narkotik vasitələrdən istifadə etmək maddəsi ilə məhkum olmuş 56 yaşlı Əliyev Rauf Mükahidoğlu olduğu müəyyən edilib. Deyilənlərə görə hadisədə şübhəli bilinən əvvəllər məhkum olmuş Yusuf adlı şəxs artıq tutulub. Digər bir məlumata görə isə söyüş üstündə törədilib. İstintaq davam edir. Daha bir qətl hadisəsi Ağcabəli rayonunda törədilib. Rayonun Aran kənd sakini 44 yaşlı Əliyev Musa Əloğlu aralarında baş verən mübahisə zəminində həmkəndlisi 36 yaşlı Həsənov İlham Cahidoğlunu bıçaqlayıb. Boğazından və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası alan İlham Həsənov hadisə yerində dünyasını dəyişib. Musa Əliyev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Faktlarına qədər Ağcabəli rayon prokurorluğunda cinayət işi başlanılıb. Artıq hadisə ilə bağlı rəsmi məlumat da yayılıb. Xəbərə görə Musa Əliyev kənd ərazisindən Əbil Məmmədova məxsus VAZ 21099 markalı avtomobili qaçırıb və həmkəndlisi İlham Həsənovun yaşadığı evə gətirib. Orada olarkən Musa Əliyev münaqişə zəmində İlham Həsənovu bıçaqla qətlə yetirib, avtomobillə hadisə yerini tərk edib. Sonradan isə avtomobil həmin gün Aran kəndində yol ayrıcında vurulmuş vəziyyətdə aşkar edilib. Ağcabəli rayon polis şöbəsi prokurorluq əməkdaşlarının həyata keçirdikləri tədbirlərin nəticəsində Musa Əliyev artıq tutulub.